120 FPS olmuşam bir dənə proqramda. İndi heç ban zat vermir. İndi mən normalda özcə videomda da 45 FPS göstərdim. Baxın, o biraz kadetanda donur, amma birazdan düzələcək. Baxın, göstərim də çoxdan 15 FPS, 60 FPS və 15 FPS, 30 FPS, 45 FPS. Onlar 120 FPS olmasını istəyirsə, bu videoya dəqiq baxmalısınız. Abunə olub like atın ki, qoy bu çox insan qabağına çıxsın. Məndə normalda bu aşırı yüksəkdədir. Mən proqramımı 120 FPS eləmişəm. Baxın 120 FPS, Koreyazda 120 FPS. İndi bunu siz nasıl eləyəcəyinizi göstərəcəm. İlk öncə siz buradan Play Store'ya göstərəcəksiniz. Sonra buradan bunu indirirsiniz. Ondan sonra bir tane de uygulamamız var. 120 FPS. Bakın programımız budur. Bunu da indirirsiniz. Ondan sonra koyu yüklensinler onlar. Süke yüklendi. İndi Suzuki'də sizin axarmalısınız. İndi məndə bu açıqdır. Girirsiniz buradan buraya. Buradan buna basırsınız. Açsız onu. Bunu izin verə basırsınız. Sonra buradan çıxıb gelişdirsinlər. Burada USB ayaqlamasını açsız. Ondan sonra gəlsiniz aşağı. Buradaydı bu. Bu haradaydı? Gözləyin. Buydu. Diyanan gözləyin. Dostlar bir çəkə gözləyin. Ay dostlar tapdım. Suzuki'ye geliştirici seçenekler. Ondan sonra buradan 100% buna sımalısınız. Sonra kapostada ayaklamasını açsınız. İzin verə bassınız. Sonra giriş üstüne bassınız. Buradan eşleşme kodu. Bak size belə bir kod gelecek. Şimdi yukarıdan belə bir şey gelecek. Ben yazım koy bunu. 325 596. Onu o kod yazdıktan hər yansa eşleşme kodu ilə cihaz eşləyir. Hamı da orada çıxacaq, ona basasınız. Mən buna bastım, bu kodu yazmıyorum çünki məndə o 120 FPS çıxdı. Ondan sonra buradan çıxsınız, orada sonra dal gəlsiniz buradan. Buradan başlata basırsınız. Tamam, burada 3 yazacaq. Ondan sonra sizdə geri çıxacaq. Mən eləmişəm deyə məndə geri çıxmır. Girirsiniz sonra buradan 120 FPS. Gözləyin. Bakın dostlar, indi siz bu 10 120 FPS belə iqadirirsiniz. Bakın burada. Bakın bu. Buna basırsınız. Gözləyin indi. Deyim bu niyə getmədi? Buna bastıktan sonra projede basırsınız. Bir dəqiqə. Bunu sizə sizdə o şey çıxmayacaqdır. Ondan sonra ekrana bir şey çıxacaqdır. Ekrana bir şey çıxdıqdan. Deyən qoy mən eləyim bir şey. Ekranda fırlama şey çıxacaqdır dostlar. Onu gözləyirsiniz. Ondan sonra siz onu girdikdən sonra 120 FPS olacaqdır. Dostlar videomuzu bura qədər sağ olun, sağ salamat qalın. İnşallah videomu bəyənmişsinizdir. Sağ olun dostlarım.